Bu model xüsusilə də yaxın 20-25 gün ərzində ümumi olaraq həm Avropa ərazisində, həm də Asiya ərazisində gözlənilən hava şəraiti haqqında ümumi məlumatları bu modelə baxaraq biz təhlil edirik. Yəni MJO indeksi adlanan qlobal bir fenomen var. Bu fenomen xüsusilə də dünyanın ətrafında məcazi mənada dönən bir atmosfer prosesidir bu MJO indeksi. Nəticədə bu prosesin təsiri ilə əlaqədar olaraq tropik ərazilərdə formalaşan atmosfer təzyiqli sahələri ki var, troposferin orta qatarında olan aşağı atmosfer təzyiqli sahələri və yuxarı atmosfer təzyiqli sahələri, yəni siklon və antiklonların təsirindən ümumi olaraq region ərazisində gözlənilən hava şəraiti haqqında məlumatları biz təhlil edəndə görürük ki, 2026-cı ilin may ayının əvvəlki illərin may ayları müqayisədə bir xeyli fərqli bir hava şəraiti gözlənir. Xüsusilə bu prosesin fərqliliyi ondan ibarət olacaq ki, yağıntıların miqdarında, intensivliyində və tezliyində ümumi olaraq Orta Şərq ölkələrində, Xəzər hövzəsi ölkələrində, Qara dəniz ərazisində, Aralıq dənizində, Qafqazın şimalında, Qafqazın cənubunda may ayının ümumi yağıntılarının 2026-cı il ərzində bir xeyli çox olması gözlənir. Çünki normal bir vəziyyət olanda bu MJO indeksi bu modeldəki dairənin ətrafında dövr vurur. Yəni bu MJO indeksinin normal bir sürətli proseslər baş verəndə biz bu MJO indeksinin bu dairənin ətrafında dövrə vurduğunu müşahidə edirik. Lakin 2026-cı ilin may ayında isə çox nadir hallarda baş verən bir atmosfer okean proseslərinin qarşılıqlı təsirləri gözlənir. Bu proseslər daha çox La Nina proseslərindən El Niño proseslərinə sərt keçid baş verən illərdə olur. 2010-cu ildə bu proses təkrarlanıb. 2024-cü ilin may ayında biz bu prosesin təkrarlanması nəticəsində Qafqaz regionunda yağıntıların dəfələrlə çox yağmasını şahidi olduq. 2026-cı ilin may ayında da eyni ilə bu MJO indeksinin Afrikanın şimalı və şimal-şərqi ilə Hind okeanı ərazisində bir xeyli zəifləməsi gözlənilir. Hətta bu MJO indeksinin zəifləyərək sürətinin bir xeyli azalması və geri dönməsi gözlənilir. Yəni bu proses əslində normal bir vəziyyətdə dairənin kənarlarından fırlanan bir siklonların bu proseslərin əks təsirləri baş verəcək. Nəticədə bu sistem sürətini bir xeyli azaldacaq 2026-cı ilin may ayında və artıq Hind okeanı ərazisində Afrikanın şimal və şimal-şərq hissələrində yağıntıların bir xeyli artmasına səbəb olacaq.